Salam uşaqlar. Bu günləri 8-ci sinif kimya fənnindən maddə kütləsinin saxlanılması, kimyəvi tənliklərin tərtibi və əmsallaşdırma. Bu haqqında ümumi məlumat verəcəyik bu mövzular haqqında. Söz tənliyini biz 7-ci sinifdən keçmişdik. Məsələn, söz tənliyinə deyilir ki, hidrogen oksigenlə reaksiya daxil olur və su alınır. Deyilir ki, bunun tənliyini tərtibini. Necə tərtib edirik? İlk növbədə biz bilirik ki, 7-ci sinifdən kimyəvi formulları keçmişdik. Bilirik ki, hidrogen və oksigen bəsit maddə şəklində 2 atomlu halında mövcuddur. Formulu hidrogenin H və 2 atomlu şəkildə mövcud olduğuna görə H2 yazırıq. Oksigenlə reaksiya daxil olur deyəndə 2 müxtəlif element arasında üstəgəl işarəsi qoyuruq. Oksigen O2 şəklində yazılır, mövcuddur və su alınır deyəndə artıq bu alınan ox çəkirik və alınanı oxun qabağında yazırıq. Yəni suyun da formulu bilirik ki, H2O-dur. İndi kimyəvi tənliyi yazdıq. Biz kimyəvi tənlikdə var, bizdə başlanğıc maddələr var. Reaksiya məhsulları. Deməli, reaksiya məhsulları nədir? Başlanğıc maddələr nədir? Başlanğıc maddələr adından göründüyü kimi reaksiyaya daxil olan ilk maddələrimiz başlanğıc maddələrimiz adlanır. Yəni, oxdan əvvəl yazdığımız maddələr başlanğıc maddələrdir. Oxdan sonra yazılanlar isə bizdə reaksiyaya daxil olub və reaksiya nəticəsində alınan maddələrimizdir və ona biz reaksiya məhsulları deyirik. Bu oldu başlanğıc maddə və reaksiya məhsulları haqqında qısa məlumat. İndi kimyanın əsasında maddə kütləsinin saxlanma qanunu və kimyəvi reaksiyaların tərtibi durur. Yəni ilk növbədə kimyanın demək ki, əsas hissəsi, yəni maddə kütləsinin saxlanma qanunudur. Maddə kütləsinin saxlanma qanununda bizə nə deyilir? Deyilir ki, reaksiyaya nə qədər maddə daxil olursa, yəni mən bunu Lori dildə deyirəm sizə, reaksiyada başlanğıc maddələri mən nə qədər tutaq ki, ikisinin bir yerdə kütləsini tutaq ki, 36 götürmüşəmsə, hidrogen və oksigeni və mən reaksiya məhsulumda da 36 qram almalıyam. Yəni, bu maddə kütləsinin saxlanma qanunu buna əsasən tərtib olunur. Bəs biz bu maddə kütləsinin saxlanma qanunu necə əldə edirik? Əmsallaşdırma ilə. Əmsallaşdırma nədir? Əmsallaşdırma hər bir maddənin qabağına, yəni önünə əlavə olunur və bunlar əmsal yazılır. Məsələn, tutaq ki, yazmışam, məsələn, hidrogen qabağına 2 əlavə edirəm, oksigində tutaq ki, suyun qabağına 2 əlavə edirəm və bunlar qabaqdakı yazılan əmsallar, yəni formulunun, simvolunun əvvəlində yazılanlar bizdə adlanır nə? Kimya yolu ilə desə, yəni əmsal. Hər bir elementin ayağında yazılana indeks deyirik və bunlar bizdə atom adlanır. Artıq bunlarla 7-ci sinifdən tanışıq. İndi gəlin, bunu niyə belə yazdıq? Gəlin, aydınlaşdıraq əmsallaşdırma yolu ilə. Yəni, əmsallaşdıran zaman, məsələn, yazıram hidrogen, üstəgəl oksigen, alındı su. İndi ilk növbədə baxıram. Maddə kütləsinin saxlanma qanunu nə idi? Reaksiyaya nə qədər maddə daxil olubsa, o qədər maddə alınmalıdır. Bu da dedik əmsallaşdırma ilə. Yəni, əmsallaşdırmağa görə isə başlanğıcda neçə atom hidrogen varsa, sonda da o qədər hidrogen atomu olmalıdır. Baxıram ki, burada hidrogendə 2-dir və məhsulda da 2-dir. Sonra gəlirik oksigenə. Oksigenin ayağında 2 yazılıb, yəni indeksində 2-dir. Bura baxıram, amma burada isə heç nə yazılmayıbsa demişik 1-dir. Burada isə 1-dir. Bəs biz necə eləyik bu oksigenda? Burada 2-dir, burada isə 1. Bəs biz bunları necə bərabərləşdirək? Həmişə biz kiçiyi böyüyə çatdırırıq. Yəni, burada 2-dirsə, burada da 2 olmağı üçün mən bunu bölüb, yəni bir maddəni 2 yerə bölüb, ora heç nə əlavə edə bilmərəm. Çünki əksər uşaqlarımız bunda çaşırlar. Həmişə maddənin qabağına yazacağım. Bura 2 yazsam, məlum məsələ. Qabaqdakı əmsal hər birinin indeksinə vurulur.
Oldu 2-ni vurdum 1-ə, oldu 2. İndi baxıram. Bunu eləyəndən sonra baxıram görüm bəs hidrogenlərim düz gəldi mənim. Bayaqları 2 idi 2, amma mən bura əmsal əlavə eləmişəmsə, artıq hidrogen burada 2 olacaq. Burada isə 2-ni vururam 2-yə, eləyir 4. Bəs necə eləyim? Yəni də dediyimiz kimi kiçiyi böyüyə çatdırıb. Burada 4-dürsə, deməli burada da 4 olması üçün nə etməliyəm? Bu 4-ü bölürəm 2-yə, qabağa atıram əmsal. 4-ü böldüm 2-yə, yazdım bura 2. Sonda baxıram, bəli, 2 vurulsun ki, hidrogenlərim 4, oksigenim 1 vurulsun ki, burada 2-dir. Bura baxıram, 2 vurulsun ki, 4 hidrogenim, 2 vurulsun 1, 2, bəli. Sağ sola bərabər oldu. Maddə kütləsinin saxlanma qanununa görə hidrogenin kütləsi 1-dir, yəni bu hidrogen molekulu şəklində olduğuna 1-i vururam 2, 2 vurulsun ki 4 qram hidrogen reaksiyaya götürdüm. Oksigenin kütləsi 16-da, ayağındakı var. 16-nı vururuq ki 32. Bunlar cəmləsək, sonunda nə qədər alındı? 32, üstə gəldir 36 qram başlanğıc maddəmdir. Və suyun da kütləsi 18-dir. Vururuq 2-yə, edir neçə? 36. Bəli, reaksiyadan əvvəl də 36 idi. Reaksiyadan sonra da 36 qram maddəmiz oldu. Bu qədər.